Əxlaq müsəlmanın sifətlərindəndir. Müsəlman deyəndə nə nəzərdə tutulur? Namaz qılan, Allaha şərik qoşmayan, daxilən, zahirən təmiz, gözəl iyi gələn, gözəl söz deyən, oruç tutan, həcc edən, zəkat verən və həmçinin əxlaqlı olan. Və əxlaq insanın əməllərini ucaldar. Ona görə Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləmə vəsf edəndə əxlaqla vəsf edir, yüksək əxlaqla. Və buyurdu ki: "Və innaka la'ala xuluqin azim." Qələm surəsi 4-cü ayə. Yəni sən böyük əxlaq sahibisən. Ayşə radiyallahu anha möminlərin anasından soruşdular ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əxlaqı necə idi? Buyurdu ki, əxlaqı Quran idi. Və gözəl əxlaq insana gözəl dost nəsib edər. İnsanlar tərəfindən sevgi nəsib edər və sair gözəl sifətlər. Allah Subhanahu taala Bəni İsrailə əhd bağlayanda və buyurur ki, hər birinizə Allaha şərik qoşmayın, ancaq Allaha ibadət edin. Və bil valideyni ihsana, valideynlərlə yaxşı davran. Bunlar hamısı əxlaqdır. Və zil qurba, həmçinin qohumlarla yaxşı davran. Və yətəmə, və yetimlərlə, və məsakin, miskinlərlə, və qulu linnəsi husna, və insanlarla danışanda gözəl danış. Əl-əyə, Bəqərə surəsi 83-cü ayə. Həmçinin Allah Subhanahu taala hətta əhli kitabla əxlaqlı olmağa, yəni qeyri-müsəlmanla, yəni Yahudi və Xristiyanlarla, onlarla da əxlaqa fikir vermək lazımdır. Həmçinin Allah Subhanahu taala buyurur: "Və la tusair xaddaka lin-nas." Həddindən artıq zəlil olma insanların qabağında. "Və la tamshi fil ardı maraha." Və özündən razı gəzməyinən. "İnnallaha la yuhibbu kulla muxtalin faxur." Allah Subhanahu taala o adam ki, özündən fəxr edir və s. özünü darsan ondan xoşu gəlməz. Və sonra buyurur ki: "Vaqsid fi məşik." Orta yerişlə yeri. "Vaqdud min savtik." Yəni səsini də orta səslə çıxar. Çünki yəni bək danışma. Çünki inna ankara li aswati la savtul hamir. Çünki ən bək səs, ən pis səs uzun qulağın səsidir. Luqman surəsi 18-ci 19-cu ayələr. Bunlar hamısı əxlaqdır. Göstərir İslam. İnsan necə gəzməlidir? İnsan necə danışmalıdır? Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm necə əxlaqlı idi özü ilə, və öz əhl-i beyti ilə, və öz qonşuları ilə, və zəif müsəlmanlarla, və cahillərlə, hətta kafirlərlə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hətta kafirlərlə adil idi və əxlaqlı idi. Gözəl əxlaq iman kamilliyindəndir. Tirmizi rivayət edib. Qiyamət günü tərəzidə ən ağır gələn əməllərdən biri gözəl əxlaqdır. Tirmizi və Abu Davud rivayət edib. Və gözəl əxlaq nədir möhtərəm müsəlmanlar? Gözəl əxlaq, gözəl sifətdə olmaq, gülümsər sifətdə olmaq, təbəssümlü olmaq, hər adamla danışanda üzünü çöndərməmək, ona baxmaq, ona hörmət eləmək, insanlara hörmət eləmək, yaxşılığı yaymaq, insanlara əziyyətdən çəkinmək, danışanda gözəl danışmaq, sadiq olmaq, adil olmaq, həyalı olmaq, az danışmaq, boş yerə artıq şeylə danışmaq, çoxlu əməl eləmək, səbirli olmaq, şükürlü olmaq, şükür etmək daima, o saat qəzəblənməmək, həmçinin lənət eləməmək heç kəsə, lənətdən çəkinmək, yəni lənət haram deyil, lakin adət eləmək olmaz, nə oldu lənət oldu, nə oldu lənət, həmçinin söyüş söyənlərdən olmamaq, nəmmamlıq eləməmək, qeybət eləməmək, bunlar hamısı əxlaqdandır, tələsməmək, bəzi məsələlərdə tələsməmək, paxıl olmamaq, həsəd aparmamaq başqalarına, təkəbbürlü olmamaq, zülm etməmək, özünü yüksəklərə atmamaq, özünü göstərməyi xoşlamamaq, yalan danışmamaq, bunlar hamısı əxlaqdır. Və əxlaq budur, möhtərəm müsəlmanlar. Özündən böyüklərə hörmət eləmək. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Allahı uzatmaq istəyirsə, qoy qocaları uzatsın, qocalara hörmət eləsin. Elə bil ki, Allahı tərifləyir. Abu Davud rivayət edir. Xüsusən də özünü aparmaq, məclisdə, meçiddə, evdə, işdə, küçədə müsəlman gələk belə şeylər fikir verər.